artıq mətbəx mebelini yaratmaq daha rahat olub. Bunun üçün bizə Kitchen Cabinet Generator skripti kömək edəcək. Skriptimizi açdıqda belə bir pəncərə açılır və hazır modullarımız var. Dəzgah, dolablarımız, üst dolablarımız, fərqli qapılar, həm klassik, həm sadə düz fasadlarla, şüşəli fasadlarla, qapı ruçkalarımız, moykalar, kranlar və hazır materiallar. Həm daş, həm taxta, həm də rəng materialı. Modullara keçək. İkinci modulumuzu seçib Create düyməsinə klik edirik və modulumuz yaranır. Burada ölçülərini dəyişə bilirik. Ölçülər bizi qane etdikdən sonra convert edib avtomatik edit pool-ya konvert olunur. Base bölməmizə keçək. Belə bir şkaf yaradaq. Create şkafımız yarandı. Ölçüləri dəyişmək olur və convert etdikdə edit pool-ya konvert olunur. Edit pool-ya konvert etdikdən sonra vertexlərin yuxarı aşağı sağa sola çəkdikdə ölçüləri dəyişmək olur. Qapılara keçək. Məsələn, belə ruçkalı qapı yaradaq. Create qapının ölçülərini dəyişmək olur və qane etdikdən sonra konvert edirik. Artıq edit pool-ya da müdaxilə edə bilirik. Yəni klassik qapı yaradaq. Məsələn, bu qapı Create və belə bir klassik qapı modelimiz yaranır. Növbəti menümüz qapı ruçkalarıdır. Həm düz ruçkalar var, həm dairəvi. Məsələn, belə bir ruçka yaradaq. Belə ruçka var. Moykalarımıza baxaq. Belə bir moyka yaratma olur. Bütün detalları ilə kran modelləridir. Növbəti menümüz materialdır. Mərmər materialdır. Obyektimizi seçib 2 dəfə materialın üzərinə klik edirik və materialımız obyektə əlavə olunur. Materialı görmək üçün koordinat sistemləri əlavə etmək lazımdır. UV map modifikatoru. Ağac materialına baxaq. Obyektimizi seçirik və materialın üzərinə 2 dəfə klik edirik. Material avtomatik obyektimizə əlavə olunur. Skripti əldə etmək istəyirsənsə şərhlərdə skript sözünü yaz. Sən də proqramda sərbəst şəkildə işləmək istəyirsənsə kanalımıza abunə ol. Yeni dərslər